Bayram günü necə edək ki, şirniyyatlardan imtina etmədən sağlamlığımızı qoruya bilək? Bu barədə sualı mütəxəssis cavablayıb. Baxaq görək nə deyib. Tətil günlərində sağlam qidalanma və idman vərdişlərini qorumaq çətin olsa da, mütəxəssislər bu dövrdə özünüzə çox sərt qaydalar qoymaq əvəzinə kiçik və davamlı vərdişlərə fokuslaşmağı məsləhət görür. Rusiyalı dietoloq Natali Makarnanın sözlərinə görə sevdiyiniz bayram yeməklərindən tam imtina eləməyə ehtiyac yoxdur. Əsas məqsəd balans yaratmaqdır. Məsələn, şirniyyatlarla yanaşı meyvə və tərəvəzlər də əlavə etmək, kifayət qədər su içmək və porsiyalara diqqət yetirmək özümüzü daha enerjili hiss etməyə kömək edəcək. Fiziki aktivlik də mütləq idman zalı deyil. Piyada gəzmək və evdə gimnastik hərəkətlər etmək kifayətdir. Eyni zamanda mütəxəssis bildirib ki, 10 dəqiqəlik gəzinti bəzən 2 saatlıq zaldakı idmanı əvəz eləyə bilər, amma tempi qorumaq şərti ilə. Çünki açıq havada gəzinti çox daha faydalıdır. Ən vacib isə günahkarlıq hissindən uzaq durmaqdır. Maraqlıdır ki, dietoloqun belə bir maraqlı məsləhəti də var. Tətilin məqsədi dincəlmək və yaxınlarla vaxt keçirməkdir. Ona görə maksimum stressdən uzaq olmaq həm bayram əhvalınızı xoş edəcək, həm də sağlamlığınızı qoruyacaq. Bayramınız mübarək.